Ötən illə müqayisədə Azərbaycan-Estoniya ticarət dövriyyəsində müsbət dinamika var, amma ümumi rəqəmlər ölkələrimizi qane etmir. Daha böyük potensial var. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov Estoniyalı həmkarı Margus Tsahkna ilə birgə mətbuat konfransında deyib. O, Azərbaycan-Avropa İttifaqı dialoqunda canlanmanın olduğunu vurğulayıb. Estoniyalı naziri isə Azərbaycanın regionda nəqliyyat baxımından mühüm rol oynadığını diqqətə çatdırıb və tezliklə Bakıda Estoniya səfirliyinin açılacağını bildirib. Müzakirələr kontekstində biz təbii ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq mövzularına da toxunduq. Hesab edirik ki, yüksək texnologiyalar, yaşıl texnologiyalar, səhiyyə sahəsi, nəqliyyat, logistika sahəsi, təhsil sahəsi çox böyük potensialı olan məhz sahələrə aiddir. Ermənistan, Azərbaycan normallaşma prosesinin mövcud vəziyyəti barədə danışdıq. Biz bilirik ki, Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında TRIP layihəsinin şərtlərinin hal-hazırda razılaşdırılması üzrə işlər davam edir və biz bu işlərin qısa zamanda başa çatmasını təbii ki, arzulayırıq ki, layihənin bilavasitə icrası qısa müddət ərzində başlasın. Yüzlərlə Azərbaycanlı Estoniya universitetlərində təhsil alır. Təhsil sahəsində əməkdaşlıq çox önəmlidir. Bu əməkdaşlığı genişləndirəcəyik. Rəqəmsallaşma da yaxşı əməkdaşlıq sahəsi ola bilər. Estoniya rəqəmsallaşmada liderdir. Azərbaycan regionda Estoniya üçün önəmli rol oynayır. Bu yaxınlarda Bakıda səfirliyimizi açacağıq. Azərbaycanın Ukrayna məsələsində çox qətiyyətli mövqeyi var. Eyni zamanda biz Azərbaycan rəhbərliyinin Ermənistanla bağlı son qərarlarını təqdir edirik.